Bismillahirrahmanirrahim. Və bihi nəsta'in və huvə xayrun nasirin və mu'in. Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Hər birinizi mübarək Ramazan ayın günündə xoş gördük. Belə bir mövzu ilə qarşınızdayıq. Görəsən, mübarək Ramazan ayında tutulan orucların ictimai faydası və cəmiyyətdə qoyduğu təsirlər mövcuddurmu? Bu mövzu ilə bağlı fikirlərimizi siz əzizlərlə bölüşürük. Allahın əmrinə əsasən, mübarək Ramazan ayında oruç tutan şəxsə maddi nemətlərdən istifadə etməyi Allah qadağan etmişdir. Oruç tutan şəxs maddi nemətlərdən məhrum olduğu üçün o məhrumiyyətin, yəni aclığın, susuzluğun, çətinliyini, məşəqqətini hiss etmiş olur və bununla yanaşı cəmiyyətində aşağı təbəqəli insanların, yoxsul təbəqəli insanların halını anlamış olur. Necə ki, İmam Həsən Əskəri əleyhissalam buyurmuşdur. Allah Müteal mübarək Ramazan ayında orucu onun üçün vacib etmişdir ki, mənim zəngin bəndələrim vacib buyurduğum orucu yerinə yetirsinlər, dünya nemətlərindən, yəni maddi nemətlərdən məhrum olunsunlar bir müddət ərzində, o məhrumiyyətin məşəqqətini, çətinliyini hiss etsinlər, anlasınlar və öz cəmiyyətlərində yaşayan aşağı təbəqəli insanların nə çəkdiklərini, hansı hisslər keçirdiklərini anlasınlar və onların rifahının yaxşı olmasından ötürü səylər göstərsinlər. Allah bizləri mübarək Ramazan ayında bu sifətə malik olan bəndələrdən qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullah və bərəkət.